Allah haqqı mən Petuq zad deyiləm. Mən Petuq olmasa ki, elə söz deməyin. Mən elə insan deyiləm çörəyin adına. Mən əgər olmasaydı, mən elə insan olsaydı, mən dövlət işində, mən müdir işlətməyərdim. Deyərdi, çıx gedəsən bundansan. İşte mən 10 ildir mənim stajım var. Mən TikToka girəndən sonra belə oldu. Müdürmə söz zad gəldi, şeylədilər. Mən elə söz deməyin. Mən elə insan deyiləm. Prosto mən uşaqlar zadlar mənim evimdə iş olanda aparmayıblar məni gəzməyə. Qardaşlarım, bir dəfə mənim qardaşım Çanaqqala yapardı. Dedi ki, nənəm dedi onda. Getmişdik Bakıya. Nənəm dedi ki, bunu da apar Çanaqqala. Çanaqqala restoran. Birinci səfərdə gedirdim. Bu dostların zadından gedirdi. Qrup yoldaşları zadından. Dedi mən onda bunu aparacağam. Mən bunu aparacağam. Onu dedi səsini çıxartmayacaqdı. Allah'a and olsun. Bax yediğimiz çöreğin adına. Bax dedi ki susacaqdı. Mən də getdim. Çanaqqalda oturmuş kızlar zadlar gəlib rəqs edirdilər. Oynayırdı, susmuşdum. İndi qardaşımın dostları gəlib mənə sual verdilər. Mən də bax dedim, mənə tapşırıq vaxt danışmayasan. Danışanda biz belə eləyirdim. Özümdən asılı deyil gülməyək. Özümdən asılı deyil. Hə, mən də nəsə elə belə başım salmışam. Hə, məktəbə getsən, belə məktəb şey oxudun. Hələ o halına susmuş halımdan qardaşıma deyiblər ki, bu niyə sən qardaşın niyə belə əzilir, büzülür qız kimidir. O da söz demir. Hələ o vaxt mən elə susub şey eləyirdim. O qədər çıxmamışam ki, mən də qoşulaydım, gedərdim onlarla, yaxşı qardaş olaydım.